Qardaşım Amanov Əhməd Tahiroğlu 1994-cü il sentyabr ayının 4-də Yevlax rayonunun Salahlı kəndində doğulub. İki bacının tək qardaşı olub. Yəni evin ortancıl övladı olub. 2000-ci ildə Şəhid Bəylər Aliyev adına Salahlı kənd orta məktəbin 1-ci sinifinə gedir. 2009-cu ildə anamız Almaz xanım xərçəng xəstəliyinə tutulur və buna görə də Əhməd təhsilini davam etdirə bilmir. İmkanımız da yaxşı olmadığına görə 9-cu sinifdən çıxır. Atası ilə işləyir ki, anasını sağaltsın, dərmanlarını ala bilsin. Çox əziyyət çəkir. Anamızı Bakıya ən yaxşı həkimlərin müayinəsinə salır. Əməliyyat etdirir. 12 dəfə ximiya pulunu hazırlayır. Lakin heç bir fayda vermir. 2 il əziyyət çəkdikdən sonra 2011-ci il fevral ayının 8-də Əhmədin 17 yaşı olanda anamız dünyasını dəyişir. Əhməd çox pis halda idi. Anasına çox bağlı uşaq idi. Əhmədin balaca bacısı isə həmin vaxt 7 yaşında idi. Buna görə də atasını evləndirmək qərarına gəlirlər. Anamızın ölümündən 1 il 6 ay sonra atamız ailə həyatı qurur. Bir sözlə Əhməd və 2 bacısına analığı və atası baxır. Əhməd analığını çox sevirdi. Çünki hamısına qarşı çox yaxşı idi. Nəhayət Əhməd 2012-ci il oktyabr ayının 1-də hərbi xidmətə yollanır. 1 il 6 ay Füzulinin Horadiz kəndində düşmənlə üzbəyiş kəşfiyyatçı olaraq vətən keşiyində dayanır. Vətəni qoruyur. Vətən borcunu layiqincə yerinə yetirir. 2014-cü il aprel ayının 1-də hərbi xidməti başa vurub evə qayıdır. Gəldikdən sonra isə bir müddət hərbiləşdirilmiş mühafizə dəstəsində işləyir. Sonra isə 2017-ci il dekabr ayının 19-da Yevlaxda müddətdən artıq həqiqi xidmət, tankçı baş mexanik sürücü olaraq hərbi xidmətə qayıdır. Yarışlar keçirilmişdi, birinci yerə çıxmışdı. Buna görə də çox sevinirdi. Bunu dostları ilə qeyd edirdi. Nəhayət Əhməd 2018-ci il noyabr ayının 18-də 24 yaşında ailə həyatı qurur. 2019-cu il sentyabr ayının 13-də isə Əhmədin yenidən acı həyatı başlayır. Atası ürəyindən damar tutması ilə əməliyyat olur. Balaca bacısı isə ali məktəbə daxil olur. Bütün bunlar ailə dolanışığı Əhmədə baxırdı. O çox məsuliyyətli idi. Həm ailəsini dolandırırdı, həm də anasının yarım həyatı kimi yarım qoyub getdiyi evini düzəltdirirdi. Sonunda Əhmədi sevindirəcək bir şey oldu. 2020-ci il may ayının 7-sində Əhmədin bir oğlu dünyaya gəlir. Oğluna atasının adını verir. Arzusu idi ki, qızım olanda anamın adını qoyacağam. İkinci Qarabağ müharibəsində Əhməd döyüşə gedir. Çünki torpaqlarımızı işğaldan azad etmək sanki Əhmədin ruhuna işləmişdi. Elə hey deyirdi, alçaqlar bizim torpaqda oturub bizə ağalıq etmək istəyirlər. Yaşadığım müddətdə buna əsla izin vermərəm deyirdi. Döyüşlərdə Əhməd 2 tank dəyişir. Çünki ikisini də düşmən vurmuşdu. Artıq Əhməd düşmənin nəzərində idi. Çünki Əhməd tankı ilə ən öndə gedir. Heç bir maneə ona əngəl ola bilməzdi. Düşmən vahimə içərisində idi. 3-cü tank verilənədək Əhməd döyüşə piyada gedir. Yoldaşlarının komandirinin dediyinə görə Əhməd digər əsgərlərdən çox fərqlənirdi. Çünki o döyüşün qızğın vaxtında güllə yağış kimi yağırmış. Əhməd qorxmayaraq qəhrəmancasına özünü güllənin qabağına atıb. Neçə yaralı yoldaşlarını xilas edir. 300-ə yaxın şəhid çıxarıb və 3-cü tankına minib Talış-Suqovşan istiqamətində düşmən üzərinə yeriyib. Düşmən Əhmədin tankını minamyotla vurur və Əhməd 3-cü tankından çıxa bilmir. Bir çox yanıq xəsarətləri alaraq 2020-ci il sentyabr ayının 28-də şəhidlik zirvəsinə ucalır. Döyüşə getməzdən 3 gün öncə isə yoldaşı ilə danışmışdı. Deyib ki, əgər mən qayıtmasam, oğlumu atamın yanında mərd böyüdüm. Ölməzdən 55 dəqiqə əvvəl isə evlə danışıb. Atası ilə, bacısı ilə, yoldaşı ilə. Dedi ki, uşağın səsini eşitmək istəyirəm. Ondan ötürü burnumun ucu göynüyür. Biz də uşağı oyatdıq ki, səsini eşitsin. Əhməd eşitdi. Bir də kontur istəmişdi bizdən. 2 manatlıq kontur alıb göndərdi telefonuna və sağollaşdıq. Son danışığımız bu oldu. Bizlə danışdıqdan sonra isə çox sevdiyi dostu ilə danışıb. Deyib ki, qardaş, bayaq atamla danışdım. Bilirsən ki, xəstədir. Ona görə heç nə deyə bilmədim. Son arzumu sənə deyirəm. Sözümü kəsmə, qulaq as mənə. Burada vəziyyət çox pisdir. Bilirəm ki, qayıtmayacam. Bacım, yoldaşım sənin bacındır. Balama isə öz balan kimi bax. Ailəmə tez-tez baş çəkərsən deyib və son danışmağı olub.
Sonra isə şəhid xəbəri gəldi. Evimizin çırağı söndü. Uğrunda canını verdiyi bayrağa bükülmüş tabutda gəldi Əhməd. Yevlax, bütün Salahlı, hətta yerdə, göydə Əhməd ağlayırdı. Əhməd Salahlı kəndində, anasının yanında dəfn edilir. 4 aylıq oğlu atasız qalır. Oğlunun Tahir adını dəyişdirib qəhrəmanımızın adını qoyduq. Yəni qürur duyacağı atasının adını qoyduq. Əhməd. Yeni bir Əhməd böyüyür evimizdə. Sönmüş çırağın qığılcımları alışır. Əhmədimiz artıq 6 aylıqdır. Bəlkə indi heç nədən xəbəri yoxdur. Amma o bir igid oğludur. Qəhrəman oğludur. Atası ilə fəxr edəcək. Çünki biz hamımız Əhmədlə fəxr edirik. Hətta bütün Azərbaycan fəxr edir. O bizim qürur mənbəyimizdir. Vətən üçün canından keçən igidlər bax bunlardır. Allah sənə rəhmət eləsin, nur üzlü gözəl qardaşım. Məkanın cənnət olsun.